Salamünaleyküm əziz babanlar. İndi Özbekistanda ehtiyatlı ol, əsas sənsən. Arx var orada. Salamünaleyküm əziz babanlar. Hər birinizi Özbekistandan salamlayırıq. Zuhar müəllim, Qaysı bağına gəlmişik də. İndi ərik də deyirlər, qaysı da deyirlər. Bu cür vəziyyətdə yığılır da bunlar, eləmi? Bəli. Bu tam yetişmiş olaraq yığılmır. Aha. Yarım yetişmiş olaraq yığılır. Çünki bir gün içində alyanaq oldusa bir gün içində saralır. Dövran qardaş, bu yığım barədə bir məlumat verərdiniz. Ayın neçəsindən başlamışsınız yığımağa? Ayda 5'den başlanandı, maydı 5'i. Ayın neçəsindən düşür? Mayın 5'i. Mayın Mayın 5'i. beşi. Aha. Nə vaxtda qutaracaqsınız təxminən? 15. sınırlar geçe var. 15'ine kadar 15-nə kimi qutarar. Evvel bunda bulmazdı. Evvel bunu ne dediler? Muallim. Bunu size. ha, xallıydı. Aha. Bir dənə Bizde kotur dediler ona. Bəli. Bunlar yaxşıdır maşallah. Kim sebepli? Xeyirli olsun. Allah razı olsun. Bu orada Gördüyünüz kimi şehidin ülkesi de var. Özbek qaysı. Sortun adı nədir? Bağışama. Bağı şaman. Nədir adı? Bağı şaman. Bağı şaman. Bağı şaman. Bu yerli sortdur, bağı şaman sortudur. Belə bu illəri bax bu əriklərdə bir dəfə dərmanlama aparmışıq, misoxspor. Bu əriklərin hamısı bu dəqiqə Özbəkistanda, hamısının üzü xallıdır. Bir xəstəlik olur da, yəni bazarda Ha, bu görsən, təmiz. tez-tez rast gəlir. Bir dənə olsun, bir dəfə dərmanlama aparılır. Yəni bu o ümumi bağın içində bir dənə dərmanlama ərikdə aparılır. Bir də şaftalda aparılır, bir dənə dərmanlama. Maşallah. Orada da yığım gedir. Bu cür yığılıb aparıb satılır da, yəni ki, xüsusi Kavkazda da olunur. Yox, yox. Bu gedir indi bizim kalibrovkaya. Aha. Kalibrovka. Xarici bazara gedir bu. Aha. Bax bizim kalibrovkada bizim korobkalara vurulur gedir. Ha, şu. Yəni tək bizim bağın məhsulu yox da, ümumiyyətlə ətraf bağların da bir çoxunu alırıq. O hər il gətirir bu qaysı. Bizdə belə bir şey var ki, bir il gətirir, bir il gətirir. Yox, Bunlardan fərqli. İnşallah bir elə bütün ərilərə aiddir, amma verinizəsə bu şey məsələsi var da, yəni periodik itki məsələsi var da. Düzgün gübrələmə aparılanda o periodik itki deyilən bir şey olmur bağlarda. Aha. Ötən il pismi gətirmişdi. Ötən ildə biraz var idi değil mi? Yok, nasıl az idi. Az idi. Az idi ki yani ettiğimden Hə. Yox, periodik ümumiyyətlə, periodikliyi aradan qaldırmaq üçün düzgün gübrələmə, bir də torpaq analizi mütləq. Dünyanın bir çox ölkəsində ümumiyyətlə periodiklik qalmıyor. Məsələn, İspaniyada 14% maksimum periodiklik qalır. Türkiyədə 58% qalır. Yaponiyada 0. Məsələn, Sidneydə konkret olaraq bir çox meyvələrdə demək olar ki, 0-dan başlar. Hər il götürürlər. Heç bir problem. O periodiklik düzgün gübrələmədən asılıdır. Bu Lore dildə cəmaatımızın arasında deyirlər, bu il bağı istirahət verir özünə. O əslində ötən ilin əskiçilərini bağ tamamlayır. Ötən il əgər düzgün xidmət aparırsa, ikinci il onun istirahətə ehtiyacı qalmır. Yəni bu qədər meyvəyə buraxmaq necə? Yəni bunu biraz budama eləyib, bundan daha Yox da, məsələ ondadır ki, bu yerlər idi. Bundan tələb olunan kalibr budur. Kalibrdən asılıdır. Sən seyrətmə mövzusu ümumiyyətlə kalibrdən asılıdır. Yəni iri kalibr istəyirsən, seyrətməyə gedirsən. İri kalibr istəmirsən, seyrətməyə ehtiyacı yoxdur. Fərqi yoxdur. Gilasın özündə də iri kalibr istəyirsən, seyrətmə eləməlisən. Almanın özündə də seyrətmə eləmə. Ümumiyyətlə ağacın məhsuldarlığı dəyişmir. Bunun verəcəyi 30 kilo məhsuldursa, seyrətsən də 30 kilodur, seyrətməsən də 30 kilodur. Yəni gələndə boşalmırmı bu qədər meyvə verəndə? Güzel. Bu qədər meyvə var bunun üstündə, amma gələnin Mən də gətirməsi azalacaq. Gətirməsi azala bilməz. Sən avqustda düzgün qulluğu verlə, gətirməsi Yenə də azala eyni proses. Xeyirli olsun Xeyirli inşallah. olsun. Uğurlar olsun. Allah